Bugün ikinci xəstəmizdir. Bir ay sonra lazer müalicəsinin qiymətlənməsini aparırıq. Adətən lazer müalicəsi eləyəndən sonra, lazer buxarlandırma eləyəndən sonra bir ay sonra mütləq yaranın sağalmasına baxıram. Və mən çoxdan lazer aparatları ilə işləyirəm. Bu öz aparatımızı bugün tərifləyəcəm. Bir ay sonra ideal iki xəstənin ikisində də ideal sağalma var. Bu aparatla təzə işlədiyimizə görə bu nəticəni sizlərlə də bölüşmək istədim. Tamamilə işsiz, çapıqsız, heç bir endometrioid sahə, heç bir dəyişiklik qoymadan çox gözəl bir nəticəmiz var. Hər iki pasiyentimizdə sanki heç bir prosedur aparılmayıb. Lakin heç bir prosedur aparılmayıb görünsə belə nəticəni qiymətləndirən zaman adətən 3 ay sonra kolposkopiya müayinəmizi edirik. Qiymətləndirən zaman bunu da sizinlə bölüşəcəm və şahid olasınız ki, baxmayaraq ki, uşaqlıq boyununda elə bir görüntü var ki, heç bir dəyişikliyi, heç bir prosedur aparılmayıb, amma bütün o patoloji sahələri geridə qoya bilmişik. Patoloji heç bir sahə izlənilmir.